Əsgərova Bahar Məcid qızı ailə daxili əmlak mübahisəsi ilə bağlı məhkəmə prosesini aparan hakimdən və qarşı tərəfin ona aqressiv hərəkətlərindən şikayətçi düşüb. Bölgə TVyə müraciət edən Bahar Əsgərova bildirib ki, vaxtilə ailəsi ilə birlikdə 1001 zəhmətlə həyət evi tikiblər, amma baldızının oğlanları evin yarı hissəsini zor gücünə mənimsəyiblər. Başıma gətirilən müsbətlə bağlı yazmadığım yer qalmasa da harayıma gələn olmayıb, deyən Bahar Əsgərova, Laçın rayon məhkəməsinin haqsızlıq edən hakiminə gözün üstə qaşım var deyən yoxdur. Bahar xanım hakimin apardığı ədalətsiz məhkəmə prosesinə etiraz edərək video müraciətlə prezidentdən və Ədliyyə Nazirliyindən kömək istəyir. Əsgərova Bahar Məcid qızının video müraciətinin olduğu kimi təqdim edirik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Rəna Rövşən qızı, Bölgə TV. Mən Əsgərova Bahar Məcid qızı Laçın rayonundan daşın gəlmişik. Xətai rayonunun Əhmədli qəsəbəsində Ramiz Qudiyev küçəsində yaşayıram. Orada fərdi yaşayış evi tikmişəm ailəmlə bir yerdə. 35 il orada yaşamışam. Yoldaşım 3 il bundan öncə rəhmətə gedib. Yoldaşım rəhmətə gedəndən sonra baldızım oğlu Amid, Verdiyev Amid, Asivoğlu, Verdiyev Atəş, Asivoğlu. Bunlar mənim evimin yarı hissəsini mənimsəyiblər, mənim evimi özümə vermirlər. Mən bununla bağlı Laçın rayon məhkəməsinə müraciət etmişəm. Laçın rayon məhkəməsi Cavad İbrahimov neçə dəfə mənim işimə xitam verilib, mənim işimə baxılmayıb, Şirvan məhkəməsi geri göndərib, təzə mənim işimə baxılıb. Bugün də mənim məhkəməm idi. Məhkəməm olsa da belə, yenə də Cavad müəllim mənim işimə baxmadı. Saxta şahidlər gətirdilər, saxta şahidləri dindirildi. Hakimimin üstünə, vəkilimin üstünə qışqırdı. Vəkilimə sakit dur, sən danışma deyir. Ancaq onları danışdırır. Onlara sual əvəzinə onların cavabını verir. Yəni bir sözlə onlar tərəfə maraqlıdır. Belə deyim ki, mənim baldızım oğlu Verdiyev Amidlə hərbi prokurorluqda işləyir. Verdiyev Amidlə əl verdi. Ona görə mənim işimə baxırlar. Rüşvət alıb deyim, mənim işimə baxmırlar. Bu günlər söz söhbəti oldu məhkəmədə. Hakimimi də susturdu. Hakim də məhkəməni yarımçıq qoyub çıxmışıq. Siz qeyd ediniz ki, ev satılıb və sizə pul satmayıbdı, burada dediniz. Qeyd elədilər ki, 30 min pul vermişik, 2021 ildə ev almışıq, mən də 2023-cü ildə mən oradan çıxmışam. Yəni ev satılıbsa mənim xəbərim olardı, mənim o puldan xəbərim olardı, ailəmlə bir yerdə yaşayırdım. Mənim necə o evdən xəbərim ola bilməyib ki, o ev satılıb, mən bilməmişim. Elə bir şey yoxdur, hamısı şayədir, hamısı uydurmadır. Yəni Cavad müəllim də bu işə qol qoyur, onların sözünü deyir. Aidiyyatı qurumlarından xahiş edirəm, çox xahiş edirəm, mənim bu işimə baxasın. Çünki mən çox orqanlara müraciət etmişəm, heç hansı orqan mənim müraciətimə baxmayıblar. Yəni, başdan getdi yanaşıblar, başdan getdi ediblər. Bilmirəm indi mən kimə müraciət edim, hansı orqanlara müraciət edim. Sizdən çox xahiş edirəm. Mənim işimə düzgün baxasın, düzgün qərar verilsin. Ev kimin adına olubdu? Evimizin sənəti yoxdur. Fərdi yaşayış evidir, sənəti yoxdur. Yəni mən onu təsdiqləyə bilmirəm. Yalancı şahidlər gətirib, yalancı şahidləri də danışdıra bilmir. Yalancı şahidlərin əvəzinə Cavad müəllim özü danışır. Hakim. Hakimimiz özü danışır. Mənim vəkilim də deyir ki, belə olmaz. Yəni ki, qoyun özü danışsın, özü desin ki, nədir, nə deyil. Deyir, görürsən, danışa bilmir. Yaxşı, bu danışa bilmirsə, bunu şahidlik edə bilməyəcəksə, bunu niyə gətiriblər bura? Niyə Cavad müəllim öz şahidlərin yerinə danışmalıdır? Mənim şahidlərimi dindirmədi. Mənim şahidlərimi dindirmirsə, niyə başqasının qarşı tərəfin şahidlərini dindirir? Deməli, burada marağı var da. Maraq olmasa belə bir şey deyərmi? Başqa bilmirəm. Başqa kimə müraciət etməyimi bilmirəm. Çünki tək qadın olduğuma məni əzmək istəyirlər. Mən kimə müraciət edeyim? Aidiyyatı qurumlarda xahiş edirəm. Mənim işimə baxsınlar. Bugünkü məhkəməmdə hakimimiz, yəni vəkilimizi təhqir edərək dedi, bilirsiniz necədir? Mən necə istəyirəm? Vəkilimiz ona dedi ki, belə işi aparmayın da, qoyun şahidlər özü danışsın, şahidlər özü müsahibə versin ki, nədir, nə deyil. Dedi, bilirsiniz necədir? Mən necə istəyirəm, elə də aparıram, sərt şəkildə. Mən necə istəyirəm, elə də məhkəməni aparıram, sizə nə var? Belə də, bunu belə deyir, eybi yox, qoy desin. Amma yenə də deyirəm, Cavad müəllim, sizin səs yazınız var məndə. Mən onu paylaşsam, həqiqətən çox pis olacaq. Siz çox xahiş edirəm. Əgər bunu ədalətdə aparırsınızsa, aparırsa, mən o səs yazısını paylaşacağım. Çünki o mənim əlimdədir. Məhkəmə müddətində Verdiyev Atəş Asivoğlu hakimin üstünə qışqırıb, hakimin üstünə hücum çəkir. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu işə hücum çəkərək nə deyir hakimə? Hücum çəkirsən, məni pis vəziyyətdə qoymuşsan, sən nə layiq sözlər deyir.
Üstəlik də onların Evi mənimsəyənlər. Evi mənimsəyənlər. Üstəlik də onların vəkili mənə həqarət elədi. Mənə elə bir söz dedi ki, yəni ki, mən burada ora çıxa bilmirəm. Ali Baş Komandanı cənab İlham Əliyev cənabları, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri Fərid Əhmədova və Ali Məhkəmənin sədri İnam Kərimova xahiş edirəm burada. Sizdən çox-çox xahiş edirəm. Sizə müraciət edirəm ki, mənim bu işimə baxmanı tapşırasınız. Sizdən çox xahiş edirəm. Çünki mənim başqa bir deyəcəyim orqan yoxdur, başqa bir yerim yoxdur. Tək qadın olduğum üçün istifadə edirlər. Bilmirəm kimə müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm. Bu işə baxılmağını tapşırasınız. Ədliyyə Naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm. Mənim bu işimə baxılsın və bu işimə baxılması üçün